Allah, selamun aleyküm əziz bizi izləyənlər. Demək, bir məsələyə buradan toxunmaq istəyirəm. Bu bəzi əziz qardaşlarımız bizə videolar göndərir, şəkillər göndərir, o xəstə uşaqların, ehtiyaclı ailələrin. Mən sizi başa düşürəm, vallahi başa düşürəm. Mən başa düşməsəm, mən azından müsəlman insan olmaram. Amma siz də mənim başa düşün. Baxın, burada 3 dənə ailə üçün ayrılan vəsait ərzaqdır. 3 dənə ailə üçün ayrılıb. Da indi 1 aylıq ayrılıb, 15 günlük ayrılıb, bilmirəm. Mən bunları 3 dənə ailəyə çatdırmalıyam. Yəni əlavə olanda kömək edirik, olmayanda yoxdur. Yəni bizi başa düşün. Allah qəbul etsin. Siz də bu gözəl ayda, bu Şaban ayında kömək edənlərə dua eləyin. Biz də bismillah edərək gedib çatdıraq bunları. Allah sizi qorusun. Allah kömək edənləri qorusun. Mən ən çox iki şeydə çox sevinirəm. Biri o borc bağlamaqdadır. Yəni borcları, ehtiyaclı ailələrin borcunu vermək. Bir də ət paylayanda elə sevinirəm ki, bilirəm ki, ən az aylarla bu kasıb ailələr ət yemirlər. Yenə də bir 20-yə yaxın ət payladıq. Allah qəbul etsin.